2022 idi. Yoldaşımda asma xəstəliyi var idi. Bədnində də 7 aylıq uşağı var. Mənim bir dənə səhvim ucbatından onları itirdim. Ondan sonra nə bilim, getdim dəlixanaya, türmə, mürmə. Çıxandan sonra da 5-6 ayda çıxmış. 7 ay olar çıxmış. Çıxdım 2 ay çöldə fırlandım. Başladım istifadəyə. Birinci içki içdim, sonra nəşə ilə başladım. Sonra da yavaş-yavaş uşaqlar gəldilər. Mən adıma bu adamın ağrısını kəsir, nə bilim, fikri yayındırır, ora, bura. Başladım patı çəkməyə. Patı çəkəndən sonra bir də gördüm ki, oturmuşam patıya. 1 ay, 2 ay, 3 ay mən deyirdim, mən asılı deyiləm. Mən nə asılısı? Mən arada 3 ay mənim istifadəm, mal soxmuram ki, çəkirəm də. Bir də ayıldım ki, mənim evdə hər gün dava, qırğın. Həm uşaqlıqdan atam olmayıb, mənim anam mənə böyüdü. Ən səmimi onunla olmuşam. Gördüm ki, onunla evdə yola getmirəm. Narkotik bəzi fəsadlarını, bəzi yox, çox fəsadlar göstərirdi qardaşım. Gecə evə gəlmirdim. Arvad səhərə kimi oturub gözləyirdi. Sonra arvad gecə tutdu məni. Deyir, mən 3 ayda istifadəm var, mamaşaya deyirəm. Deyirəm, 3 ay istifadəm var da, sən məni niyə aparsın? Deyir, 3 aya 51 min, 52 min pul xərclədim mənim qardaşım. Narkotik elirdim, girirdim telefona, iqraman olsun, iqra olsun. Girirdim kazına, bir də ayılırdım ki, 2 gün keçib üstündən. Telefon tuturdum beləndə, donurdum telefonda. Zombiyə çöndərmişdim mənim o patı deyilən narkotik. Evdən qapıda maşın, səhər arvad durub gördü ki, maşın yoxdur, satmışam. Vermişəm narkotikə, nə bilim, iqraya. Bir gecənin içində mən 9 min, 8 min pul ucuzum. Nədir, orada narkotik eləyirdim, ayrıla bilmirdim telefondan, zombiyə döndərmişdim mən qardaşım. Girişmişdim telefona, bədbəxtçılıq, yaxşı idi, 3 aya da ayıldım. Yəni, gör, sən demişkən 3 ay, mən 3 il, 4 il eləsəydim, gör mən nə günlərdəydim. Bomboş kimi indi hardasa, ya ölmüşdüm, ya da tutulmuşdum hardasa. Mən məsləhətim də odur ki, mənim qardaşım. Öz yaşımda olanlara, məndən böyüklərə məsləhətim odur ki, eləməmək yaxşıdır. Azad həyat, Allah bizə bu həyatı verib ki, yaşamaq üçün mənim qardaşım.